Bildiyimiz kimi İran ətrafında baş verən proseslər Yaxın Şərq regionunda ciddi narahatlıq yaratmağa başlayıb. İranla bağlı mövcud vəziyyət Yaxın Şərq ilə yanaşı Cənubi Qafqaz ölkələrini də narahat edib. Bir çox ekspertlər hesab edirlər ki, son hadisələr Cənubi Qafqaz regionunda da ciddi fəsadlara yol aça bilər. Ümumiyyətlə, İranın vurulması Azərbaycanda hansı problemlərə yol aça bilər? Hərbi ekspert Ədalət Verdiyev eşidək. ABŞ və İsrail ilə İran arasında davam edən müharibənin artıq 3-cü günündəyik. Əməliyyatlar zonasında təşəbbüs ABŞ və İsrail tərəfində olsa da, İran hələ də raket və PUA-larla cavab zərbələri endirməkdədir. Əsasən İranın hədəfində qonşu ölkələrdə olan ABŞ bazalardır. Lakin zaman-zaman biz həmin atəş zərbələrinin hədəfdən yayılması ilə mülki infrastruktura da ciddi ziyan vurulduğunu görürük. Təbii ki, intensivlik getdikcə artmaqdadır. Dünən İranın donanması, 9 gəmidən ibarət donanması sıradan çıxarıldı. Ali dini lider və ümumilikdə 60-a yaxın hərbi siyasi rəhbərlik zərərsizləşdirilib. Xameneyinin yerinə təyin olunan ərafi də cəmsi 8 saat sonra məhv edildi. Bütün bunlar onu göstərir ki, proseslər tamamilə ABŞ və İsrailin nəzarəti altında gedir. İran qismən cavab versə də, yaxın bir həftə ərzində İranın silah-sursatla bağlı müəyyən problemləri yarana bilər. Yəni, toxunulmayan ehtiyatların tükənməsi və s. İran üçün gözlənilən bir prosesdir. Bir qədər PUA-larla müqavimət göstərməyə İran davam edəcək, amma sonunda bu müharibədə İranın qalib gəlməsi və yaxud da ABŞ-ın geri addım atması gözlənilən deyil. Hər bir halda bu müharibə bizim sərhədlərimizə yaxın ərazilərdə gedir. Ən çox bu münaqişələrdə narahatlıq doğuran məsələlər atılan silah və sursatların, istifadə olunan raketlərin bilərəkdən və ya bilməyərəkdən qonşu ölkələrin ərazisinə düşməsi faktoru olur ki, buna da biz rast gəldik, amma bu xoşbəxtlikdən Cənubi Qafqaz regionuna aid deyil. Nə Ermənistana, nə də Azərbaycana heç bir müharibə edən tərəflərin sursat və ya raketlərindən düşməsi qeydə alınmayıb. Əksinə, Azərbaycan ən təhlükəsiz ölkə kimi öz ərazisindən digər ölkə vətəndaşları daxil öz ölkəmizin vətəndaşlarının da çıxması üçün şərait yaradır.